Teras Park yaşayış kompleksində 60 kvadrat metr sahəli mənzilimiz satışa çıxıb. Aygün Mall Ticarət Mərkəzinin qarşısında. Çox maraqlı bir mənzildir. Nəyə görə? Binada bu kvadratda mənzil yoxdur. 60 kvadrat metr sahəli 12-ci mərtəbə, 22 mərtəbəli binanın 12-ci mərtəbəsi. Mənzərəsini də göstərdiyi Aygün Molla tərəf Bakıxanov qəsəbəsinin mərkəzində. Bir otaqlı mənzildir, kvadratı çox gözəldir. Yəni bu mənzili 2 otağa da düzəltmək mümkündür. Eyvan hissəsindən çəkilişimizi elədik. Bura mənzilin mətbəx hissəsidir. Daxili hündürlüyü də dostlar 3 metrə 20 santim hardasa və ya 3 metrə 40 santim, yəni 3 metrədən artıqdır. Bura mətbəxdir, hardasa 20 kvadrata yaxın ölçülərə sahibdir. Bura mənzilin qapıdan giriş hissəsidir. Geniş xol hissəmiz var. Bura mənzilin xol hissəsidir. Qardırob kimi nəzərdə tutulub. Girişin sağ tərəfi, sol tərəfimiz də sanuzel, sanitar qovşaq kimi nəzərdə tutulub. Onu da deyim ki, dostlar, evin giriş hissəsini, yəni bu hissəsini mətbəx deyilib, evi rahatlıqla 2 otağa düzəltmək mümkündür. Bu hissəsi mətbəx, hardasa 7-8 kvadrat metr ölçülərə sahibdir. Bu da sanuzel, sanitar qovşağımız. Yəni rahatlıqla bu evi 2 otağa düzəltmək mümkündür. Mətbəxdən də, otaqdan da eyvana çıxışımız var. Burada mənzilin zalıdır, dostlar. Zal, mətbəx. Və dediyim kimi, 2 otağa da rahatlıqla düzəltmək mümkündür. 20-25 kvadrat metr ölçülərə sahib olan belə bir geniş salımız var. Dostlar, mənzilin qiyməti də indiki bazar üçün çox münasibdir. Bakıxanov qəsəbəsində Teras Park yaşayış kompleksində işıq, su daimidir, sənədlər tam qaydasındadır, mənzil qurtçalıdır, ipotekaya da yarayır. Bina mərkəzi yolun üstündə iş olunur, Neftçilər metro stansiyasına və şəhərin bir çox istiqamətlərinə marşrut xəttləri binanın qarşısından fəaliyyət göstərir. Astanovka düz elə binanın qarşısındadır. 252 nömrəli məktəb, lisey, böyük ticarət obyektləri hamısı evin yaxınlığında yerləşir. Dostlar, binanın 2 ədəd müasirlik sistemi yeraltı qarajda var. Sənədlər də dediyim kimi heç bir problem yoxdur, tam qaydasındadır. Qiymət 155 min manatla satışa çıxıb. Real alıcı olarsa qiymətlə ev sahibi ilə razılaşa bilər. Videolarımızı izlədiyiniz üçün təşəkkür edirəm. Bəyənməyi, kanalımıza abunə olmağı da unutmayın. Sağ olun, var olun.